عبده ورسوله أما بعد. İmam Əl-Bəğavinin təfsir kitabından dərslərimizə davam edirik. Keçən dərsdə Allah Teala'nın İyyəkə na'budu və İyyəkə nəstə'in ayəsində dayanmışdıq. İyyəkə na'budu və İyyəkə nəstə'in, yəni yalnız sənə ibadət edirik və yalnız səndən kömək dilirik. Və İmam Bəğavi rahimehullah buyurur ki, qavluhu İyyəkə kelimətu damirin xussat bil idafəti iləl mudmar. Yəni İyyə yalnız izafədə işlənən, yəni yalnız izafəyə xas olan əvəzlikdir. Yəni yalnız izafədə işlənir. O mənası da yalnız sənə. Yəni ibadəti yalnız Allaha burada xaslaşdırır və həmçinin kömək istəməyi də yalnız Allaha xaslaşdırır. Qavluhu na'budu ey nuvahhiduka və nuti'uka xadi'in. Yəni Allah Teala'nın sözü ki, sənə ibadət edirik. Yəni ibadət edirik mənası nədir? Yəni yalnız səni təkləşdiririk və itaət və sənə boyun əyərək, yəni zəlil olaraq sənə itaət edirik. Vəl-ibadətu at-ta'atu ma'at-təzəllüli vəl-xudu'. Yəni ibadət də lüğətdə nədir? Yəni Allaha zəlil şəkildə boyun əyərək itaət etməkdir. Və summiyəl abdu abdən li zillətihi və inqiyadihi. Və nəyə görə qul sözü ərəb dilində abd adlandırılıb? Çünki abd sözü yəni zəlil və boyun əyən deməkdir. Və yuqalu tariqun muabbədun. Həmçinin ərəblər çox gedilən yola tariqun muabbəd deyirlər. Yəni ey muzəlləl, yəni zəlil olmuş yol. Yəni əgər bir yoldan çox gedilirsə, ona zəlil olmuş, yəni tariqun muabbəd deyilir. Yəni abd sözündən götürülüb. Sonra Allah Teala buyurur ki, və iyyəkə nəstə'in, yəni natlubu minkəl mə'unətə alə ibadətikə və alə cəmi umurinə. Yəni səndən yardım diləyirik, yəni sənə ibadətdə, yəni sənə ibadət etmək üçün və bütün işlərimizdə səndən kömək diləyirik. Qavluhu ihdinəs sıratal müstəqim. Sonra Allah Teala buyurur ki, ihdinəs sıratal müstəqim, yəni bizi doğru yola yönəlt. Yəni İhdinə sözünün mənası, yəni ərşidinə, yəni bizi yönəlt. Və qalə Aliyyun və Ubey ibn Kə'b səbbitnə. Əli radiyallahu anh və Ubey ibn Kə'b radiyallahu anhu buyurub ki, yəni ihdinə sözün mənası, yəni səbbitnə, bizi bu yolda sabit et. Kəmə yuqalu lil-qaimi qum həttə əudə iləyk. Yəni necə ki, ərəb dilində deyilir ki, qum həttə əudə iləyk. Yəni mən sənin yanına qaydana qədər ayaq üstə qal. Yəni bu ayaq üstə duran insana deyilir ki, mən sənin yanına qaydana qədər ayaq üstə qal. Bu zaten ayaq üstədir. Yəni nəyə görə bu söz ona deyilir? Çünki bunun mənası nədir? Dum alə mə əntə aleyhi. Yəni sənin bu halın üzərində davamlı ol. Yəni ayaq üstə qalmaqda davamlı ol. Və hədə du'a minəl mü'minina ma'a kaunihim aləl hidayə. Bima'nə təsbit və bima'nə tələbi məzidil hidayə. Yəni bu misal nəyə görə gətirildi? Çünki möminlər Allaha dua etdikdə ki, Allahım bizi doğru yola yönəlt. Yəni zaten möminlər doğru yoldadır. Yəni Allaha iman gətiriblər, onun Rəsuluna iman gətiriblər. Bəs nəyə görə möminlər Allaha dua edirlər ki, Allahım bizə hidayət ver, bizi doğru yola yönəlt. Çünki yəni bu hidayətin mənası nədir? Yəni bizi bu yolda sabit et və həmçinin bizə verdiyin bu hidayəti artır. لأن الألطاف والهدايات من الله تعالى لا تتناهى على مذهب أهل السنة. Çünki Allahın lütfləri və hidayətləri Əhl-i-Sünnə vəl-Cəmaənin üzərində bitib tükənmir. Yəni Allahın hidayətləri və lütfləri saysız hesabsızdır. Sırat sözü, sırat quriə bis-sini və huvəl asl. Summiyə sıratan li'ənəhu yasratus səbilə. Yəni sırat sözü əsl odur ki, sinə yazılır. Və sırat sözünün mənası nədir? Sırat sözünün mənası udan deməkdir. Li'ənəhu yasratus səbilə. Çünki üzərində gedən insanlar sanki udurmuş kimidir. Ona görə sırat adlanıb. Və yuqra'u biz-zey və qara həmzətü bi-işməmizi. Həmçinin bəzi qiraətlərdə zirata kimi də oxunur, yəni zeyn hərfi ilə. Və kulluha lügatun sahihə. İmam Bağavi rahimehullah deyir ki, bunların hamısı doğru
hamısı doğrudur. Yəni hamısı ərəb dil lüğətində vardır. Yəni sırat sözünü həm sinlə oxunması, sirat kimi oxunması, həmçinin zeynlə oxunması, zirat sözü kimi oxunması. والاختيار الصاد عند أكثر القراء الموافقة المصحف. Yəni mushafa müvafiq olaraq əksər alimlər, əksər qarilər buyururlar ki, yəni daha doğru olan sadla yazılmasıdır. Sırat-ı müstəqim qal İbn Abbas və Cabirun huvel-İslam. Yəni sırat-ı müstəqim sözünün mənasında İbn Abbas və Cabir radiyallahu anh buyururlar ki, yəni bu İslamdır. Yəni sırat-ı müstəqim doğru yol, yəni biz deyirik ki, bizi doğru yola yönəlt, yəni bizi İslam'a yönəlt. Və huvə qavlun muqatil. Həmçinin bu muqatil rahiməllahın sözüdür. Və qal İbn Məs'ud huvel-Qur'an. İbn Məs'ud radiyallahu anh buyurur ki, yəni doğru yol Qurandır. Və ruviyə an Aliyin mərfu'an as-sıratul müstəqim kitabullah. Həmçinin Əli radiyallahu anhdan rivayət olunur ki, yəni bu Peyğəmbər sallallahu əleyhi və səlləmə nisbət edilir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, bu yəni doğru yol Allahın kitabıdır. Və qalə Səid ibn Cübeyr tariqul cənnə. Səid ibn Cübeyr rahimallah buyurur ki, yəni doğru yol cənnət yoludur. Və qalə Səhl ibn Abdillah tariqus sünnəti vəl cəmaə. Səhl ibn Abdullah buyurur ki, yəni doğru yol Əhl-i-Sünnə və Cəmaənin yoludur. Və qalə Bəkr ibn Abdillah el-Muzəni tariqu Rasulillahi sallallahu aleyhi və səlləm. Bəkr ibn Abdillah Müzəni rahimehullah buyurur ki, yəni doğru yol Peyğəmbər sallallahu aleyhi və səlləmin yoludur. Və qalə Əbul-Ali vəl-Həsən Rasulullahi və əluhu və sahibəh. Əbul-Ali vəl-Həsən Basri rahimehullah buyururlar ki, yəni doğru yol Peyğəmbər sallallahu aleyhi və səlləm, onun əhl-i beyti və iki yoldaşı, yəni Əbu Bəkr və Ömərin yoludur. Yəni bu mənaların hamısı doğru ola bilər. Çünki hamısı bir-birinə yaxındır və bir-birinin arasında ziddiyyət təşkil etmir. Və asluhu fil-lüğəti at-tariqul vadih. Yəni lüğətə qaldıqda isə lüğətdə əs-sıratul müstəqim nə deməkdir? Yəni açıq, aydın yol. Sonra Allah Teala buyurur ki, sıratallezine en'amte aleyhim. Yəni sənin nemət verdiyin kəslərin yolu. Ey mənəntə aleyhim bil hidayəti və təvfiq. Yəni burada nemət deyildikdə, yəni sənin nemət verdiyin kəslər. Nemət dedikdə nə nəzərdə tutulur? Yəni onlara hidayət və müvəffəqiyyət verdiyin kəslər. Və qalə İkrimə mənəntə aleyhim bis-səbəti aləl-imani vəl-istiqamə və humul ənbiyyə aleyhimussalam. İkrimə rahimehullah buyurur ki, yəni Allahın verdiyi nemət nədir? Yəni iman və doğru yolda olmaq niyyətidir, olmaq nemətidir. Bu da peyğəmbərlərə xas olan bir nemətdir. Və qiləhum kullu mən səbbətəhullahu aləl imani minən-nəbiyyinə vəl-mü'minin. Həmçinin deyilib ki, yəni bu tək peyğəmbərlərə xas deyil, həmçinin Allah Teala'nın yəni iman yolunda sabit etdiyi həm peyğəmbərlər, həm də möminlərə aiddir. Və qala İbn Abbas hum qavmu Musa və İsa aleyhissalam qablə ən qayyəru dinəhum. İbn Abbas radiyallahu anh rivayət olunur ki, yəni o kəslər ki, yəni Allah Teala onlara nemət verib. Onlar kimdir? İbn Abbas radiyallahu anh deyir ki, yəni bu dinlərini təhrif etməmişdən qabaq Musa və İsa aleyhissalam aleyhissalam onların qövmləridir. Yəni Yahudilər və Xristianlardır. Və qalə Abdurrahman ibn Zeyd humun Nəbi sallallahu aleyhi və səlləm və mən ma'ah. Həmçinin Abdurrahman ibn Zeyd yəni o kəslər barəsində deyir ki, onlar Peyğəmbər sallallahu aleyhi və səlləm və onun sahabələridir. Və qalə Əbul-Aliyə hum əlur Rasul sallallahu aleyhi və səlləm və Əbu Bəkr və Ömər radiyallahu anhum. Əbul-Aliyə rəhməllah buyurur ki, yəni onlar, yəni Allahın nemət verdiyi kəslər kimlərdir? Peyğəmbər sallallahu aleyhi və səlləmin əhl-i beyti Əbu Bəkr və Ömərdir. Və qalə Şəhr ibn Huşəb hum əshabu Rasulullah sallallahu aleyhi və səlləm və əhl-i beyti. Həmçinin Şəhr ibn Huşəb rahiməllah buyurur ki, onlar Peyğəmbər s.ə.v-in sahabələri və əhl-i beytidir. Burada da yəni mənalar bir-birlərinə oxşardır. Sonra Allah təala buyurur ki, qayril məğdubi aleyhim və ləd-dallin. Yəni sənin üzərlərinə qəzəbləndiyin və zəlalətə, yəni sapıq, zəlalətə düşmüş kəslərin yoluna yox. Yəni burada əl-məğlubə aleyhim deyildikdə, yəni o kəslər ki, yəni o kəslərin yoluna bizi yönəltmə ki, yəni onların
Onlar üzərində sən qəzəblənmisən. Və ləddallin ey və qeyruddallin anil huda. Və həmçinin hidayətdən sapmış kəslərin yoluna bizi yönəltmə. Və aslu dalali əl-həlak və l-qeybubə. Yəni dalal sözünün, zəlalət sözünün də əsli nədir? Yəni həlak olmaq və yox olmaqdır. Yuqalu dallal ma'u fil laban. Yəni ərəblər deyirlər ki, dallal ma'u fil laban. Yəni su süddə yox oldu. Yəni burada dallə sözünü işlədirlər. Yəni su süddə yox olanda deyirlər dallal ma'u fil laban. İdə hələkə və qaba. Yəni bu su yox olduqda. Və qeyruha huna bimə'nə la və la bimə'nə qeyri. Yəni burada qeyri sözü inkar mənasında, la mənasında gəlir. El-məğdubi aleyhim humul yahud. Yəni İmam Bağavi rahimehullah buyurur ki, el-məğdubi aleyhim üzərlərinə qəzəb düşmüş kəslər kimlərdir? Yahudilərdir. Və-dallun humun nəsara. Yəni zəlalətdə olan sapmışlar isə nəsranilərdir. Lənnə Allah Teala həkəmə aləl-yəhudi bil-ğadab fəqalə mən la'nəhullahu və qadibə aleyh. Çünki Allah Teala yəni Yahudilərin üzərinə qəzəblənmişdir və onlar haqqında demişdir ki, mən la'nəhullahu və qadibə aleyh. O kəslər ki, Allah Teala onları lənət etmişdir və üzərinə qəzəblənmişdir. وحكم على النصارى بالضلال فقال ولا تتبعوا أهواء قوم قد ضلوا من قبل. Nasranilər haqqında isə demişdir ki, ey Muhammed, yəni möminlərə xitab edərək demişdir ki, siz zəlalətə düşmüş qövmün istəkləri ardınca getməyin. وقال سهل بن عبد الله غير المغضوب عليهم بالبدع ولا الضالين عن السنة. Yəni Səhl ibn Abdullah da buyurur ki, yəni üzərlərinə qəzəb düşmüş kəslər kimlərdir? Yəni bidət əhlidir. Bidət etməklə Allah Taala'nın qəzəbini qazanmışlar. Və həmçinin zəlalətdə onlar da kimlərdir? Yəni sünnədən sapan kəslərdir. Yəni o kəslər ki, sünnəyə müvafiq olmayıblar. وَالسُنَّةُ لِلْقَارِ أَنْ يَقُولَ بَعْدَ فَرَاغِهِ مِنْ قِرَاءَةِ الْفَاتِحَةِ آمِنْ. Həmçinin bu surəni oxuyub bitirdikdən sonra sünnədə gəlir ki, amin sözü deyilsin. Məfsulən anil-fatihəti bisəktə və o muxaffəfun və yəcuzu məmdudə və məqsurə. Yəni, vələddallin sözünü deyildikdən sonra biraz gözləmək və ondan sonra isə amin sözünü demək. Və bu amin sözü həm qısa deyilə bilər. Məsələn, əmin kimi, həm də uzadılaraq, əmin kimi uzadılaraq da deyilə bilər. Və mənəhu Allahümmə əsmə' və istəcib. Və əmin sözü mənası da Allahım eşit və icabət et deməkdir. Sonra İmam Bağır Rahimullah Fatihə haqqında, yəni Fatihənin fəziləti haqqında bir fəsli açır. Və deyir, faslun fi fadli fatihətil kitab. Yəni Fatihənin fəziləti haqqında bir fəsil. Və burada Peyğəmbər sallallahu aleyhi və səlləmin Fatihə surəsi haqqında, yəni onun fəziləti haqqında hədisləri gətirir. Və deyir ki, qalə Rasulullah sallallahu aleyhi və səlləm وَالَّذِي نَفْسِي بِيَدِهِ مَا أُنْزِلَ فِي التَّوْرَاتِ وَلَا فِي الْإِنْجِيلِ وَلَا فِي الزَّبُورِ وَلَا فِي الْقُرْآنِ مِثْلُهَا. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, nəfsim əlində olana and olsun ki, nə Tövratda, nə İncildə, nə Zəburda, nə də Quranda onun mislində bir surə nazil olmayıb. Yəni Fatihə mislində bir surə nazil olmayıb. Və innəhə lehiyyəs-səb'ul məsani əlləti ətənilləhu əzzə və cəl. Və bu surə, yəni Fatihə surəsi Allahın mənə verdiyi 7 təkrarlanan ayədir. Və İbn Abbas radiyallahu anhuma qala beyna Rasulullah sallallahu aleyhi və səlləm və indehu Cibril iz səmi'a naqidan min fawqih. Yəni Cibril əleyhissalam Peyğəmbər sallallahu aleyhi və səlləm yanında olanda Peyğəmbər sallallahu aleyhi və səlləm yəni səmadan bir səs eşidir. فَرَفَعَ جِبْرِيلُ بَصَرَهُ إِلَى السَّمَاءِ فَقَالَ هَذَا بَابٌ فُتِحَ مِنَ السَّمَاءِ مَا فُتِحَ قَطْ. Yəni Cibril əleyhissalam onda başını yuxarı qaldırır, yəni gözünü yuxarı dikir və deyir ki, göyə dikir və deyir ki, yəni göydə bir qapı açıldı, bundan qabaq heç vaxt açılmamışdır. Qalə fənəzələ minhu mələkun fəətən nəbiyyə sallallahu aleyhi və səlləmə fəqal. Və səmadan bir mələk nazil oldu və Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldi və dedi, Əbşir bi nureyni udidəhumə ləm yu'təhumə nəbiyyun qabluk. Ləm yu'təhumə nəbiyyun qablək. Yəni səndən qabaq heç bir peyğəmbərə verilməyən 2 nur ilə müjdəliyirəm.
Fatihatul Kitabi və Xatimu Suratil Bəqara. Yəni bu iki nur Fatihə surəsi və Bəqərə surəsinin son iki ayəsidir. Lən təqra hərfən minhumə illə u'titəhu. Yəni sən o, yəni Fatihədən və bu Bəqərə surəsinin son iki ayəsindən nəsə oxusan mütləq o sənə veriləcək. Yəni Fatihə surəsi də və Bəqərə surəsinin son iki ayəsi də, yəni bunlar duadır. Həm Fatihə, həm də Bəqərə surəsinin son iki ayəsi duadır. Və insan yəqin olaraq bu Fatihə surəsinin və son iki ayəni, Bəqərə surəsinin son iki ayəsini oxuyarsa və Allahdan orada deyilən şeyləri istəyərsə, mütləq Allah Teala bu şeyləri ona verər. Və an Əbi Hüreyrə radiyallahu anhu qala qala Rasulullah sallallahu aleyhi və səlləm mən sallə ləm yəqra' fiyhə bi ummil Qur'an fəhiyyə xidacun qeyru tamam. Həmçinin Əbu Hüreyrə radiyallahu anh rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim namaz qılıb, yəni o namazda Quranın anasını, yəni Fatihəsini oxumazsa, yəni onun namazı naqisdir, tamam deyildir. Və alimlər bu hədisi şərh edərək buyururlar ki, yəni kim namaz qılıb onda Fatihə surəsini oxumazsa, yəni burada Peyğəmbərin sözü ki, naqisdir, tamam deyildir, yəni onun namazı batildir. وعن أبي هريرة رضي الله عنه قال سمعت رسول الله صلى الله عليه وسلم يقول قال الله عز وجل قسمت الصلاة بيني وبين عبدي نصفين نصفها لي ونصفها لعبدي ولعبدي ما سأل. Həmçinin növbəti hədisdə, yəni qudsi hədisdə Əbu Hüreyrə radiyallahu anhu buyurur ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Allah Teala buyurur ki, mən namazı özümlə qulum arasında iki yerə böldüm. Yarısı mənə, yarısı isə qulumadır və quluma da onun istədiyi olacaqdır. Qalə Rasulullah sallallahu aleyhi ve sellem İqra'u yəqulul abdu elhamdülillahi rabbil alemin yəqulullahu hamidəni abdi. Onda Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, oxuyun. Allah Teala yəni qul elhamdülillahi rabbil alemin dedikdə Allah Teala deyir ki, qulum mənə həmd etdi. Yəqulul abdu er-rahmanir-rahim yəqulullahu əsnə aleyyə abdi. Yəni, qul deyəndə ki, Ar-Rahmanir-Rahim, Allah Teala buyurur ki, qulum mənə səna etdi. Yəqulul abdu maliki yevmiddin yəqulullahu məccədəni abdi. Qul deyəndə ki, Maliki yevmiddin, Allah Teala buyurur ki, qulum məni təriflədi. Yəqulul abdu iyyəkə na'budu və iyyəkə nəstə'in. يقول الله عز وجل هذه الآية بيني وبين عبدي ولعبدي ما سأل. Qul deyəndə ki, İyyəkə na'budu və iyyəkə nəstə'in, Allah Teala buyurur ki, yəni bu ayət mənimlə qulum arandadır. Və li'abdi mə səəl. Və quluma da istədiyi olacaqdır. Yəni İyyəkə na'budu hissəsi Allaha aiddir. Yəni ibadət Allaha yönəlir. Və iyyəkə nəstə'in. Yəni və səndən yardım diləyirik. Və yalnız səndən yardım diləyirik. Bu da qula aid hissəsidir. Yəni Allah Teala da qula istədiyini verəcəkdir. Yəni ona ibadətdə yardım edəcəkdir. Və yəqulul abdu ihdinəs sıratal müstəqim sıratallezine en'amte aleyhim qayril məğdubi aleyhim vələddallin. Yəqulullahu fəhəuləi li'abdi və li'abdi mə səəl. Və qul oxuyanda ihdinəs sıratal müstəqim sıratallezine en'amte aleyhim qayril məğdubi aleyhim vələddallin oxuduqda Allah Teala buyurar ki, yəni bunlar mənim qulum üçündür. Quluma da istədiyi şey veriləcəkdir. Yəni bu axırıncı ayə yalnız duadır. Ona görə yəni bu hissə yalnız qula aiddir. Və bununla da Fatihə surəsinin təfsirini bitirmiş olduq. İnşallah gələn dərsdə Bəqərə surəsinin təfsirinə başlayacaq. Allahdan istəyirik ki, bizə işləyib faydalardan etsin. Subhanakallah və bihamdik. Şədən la ilahe illə ənt. Estağfiruka və tuğbu ileyk.